İrana kənardan müdaxilə ehtimal olunmasa da, amma İranın daxilindəki hərəkatın özü, etiraz hərəkatlarının özü artıq o dərəcədə artıb ki, rejim dəyişikliyini ehtimal etmək olar. Və buna görə də istənilən halda kənardan müdaxilə olub-olmamasından asılı olmayaraq İrana səfər etmək indiki halda təhlükəlidir və ona görə də əlbəttə qonşu dövlətlər və ümumiyyətlə bütün dövlətlər bu ölkəyə səfər etməyi tövsiyə etmirlər. Amma biz İrandakı hadisələrin xronologiyasına diqqət yetirdikdə görürük ki, bu dəfəki hərəkat əvvəlki dəfə baş verən etirazlardan daha mütəşəkkildir, daha geniş şəkildə formalaşıb. Baxmayaraq ki, açıq-aşkar bir lider görünmür. Əvəzində Amerika Birləşmiş Ştatlarında yaşayan Pəhləvi sülaləsinin davamçısı Şahzadə Rıza Pəhləvi hər gün video çəkilişlərlə müraciət edir İran xalqına və buna görə də İran hakimiyyəti hazırda interneti də söndürüb dünəndən etibarən. Amma bu da hərəkatın qarşısını ala bilmir. Almaq iqtidarında deyil. Artıq bir neçə şəhərdə inzibati binalar, idarəçilik binaları ələ keçirilib. Və bunu belə də gözləmək olardı. Çünki 12 günlük İsrail-İran müharibəsindən az sonra İran milli valyutasının kəskin şəkildə dəyər itirməsi artıq insanların bütün ümidlərini üzdü. Və çünki onsuz da qapalı olan bir rejimdə yaşamaqla bərabər həm də indi iqtisadi cəhətdən sosial həyat ümumiyyətlə ən aşağı səviyyəyə düşüb. Buna görə İran xalqının hal-hazırda itirəcəyi bir şey yoxdur. Və bu baxımdan onların hərəkatı əvvəlkilərə nisbətən daha kəskindir, daha sərt şərtlər irəli sürülür və ilk dəfədir ki, dövlətə, hökumətə qarşı keçirilən etirazlarda artıq açıq şəkildə Xameneiyə ölüm şüarları səsləndirilir. Yəni əvvəlki etiraz nümayişlərində hansısa iqtisadi tələblər, iqtisadi şüarlar səsləndirilsə də heç zaman dövlətin ali rəhbərliyinə qarşı bu şəkildə kəskin tələblər qoyulmamışdı. Amma bu dəfə hətta Xameneiyə ölüm şüarının səsləndirilməsi artıq insanların qəti şəkildə rejimi dəyişmək fikrində olduqlarından xəbər verir.